Bu il qeyri-sabit hava şəraiti və intensiv yağıntılar kənd təsərrüfatına ciddi ziyan vurub. Əkin sahələri leysan sularının altında qaldığından bir çox bölgələrdə fermerlər məhsul götürə bilməyib. Nəticədə bazarda kənd təsərrüfatı məhsullarının miqdarı azalıb ki, bu da qiymət artmasına səbəb olub. Fermer Balaş Əhmədov deyir ki, bu il hava şəraiti kənd təsərrüfatına ciddi təsir göstərib. Fermerin sözlərinə görə bəzi ağaclarda tozlanma prosesi normal getsə də, hava şəraitinə görə bir çox ağacda məhsulu yaramayıb. Bu günləri qarpız hamısı qalıbdır salafanların altında. Azımı temperaturu olmadığına görə yüksək məhsul gözlənilmir. Yağan yağışlar bizim bütün ağaçlarımıza zərər vurmuşdur. Keçən ildə aldığımız məhsulun 100%'ni ala bilmiyordu, 50%'ni ancaq alırdı. Baha olacaq biraz yəqin. Az olur da. Satıcılar bildirir ki, yağıntı səbəbindən meyvə-tərəvəz məhsulları əvvəlki illərlə müqayisədə həm azdır, həm də baha. Göyçay pomidoru gəlir, 1.50-yə satırıq. Yağışa görə yığım zadı olmur. Gətirənlər baha verir, baha alıb baha satırıq. Yağış yağdığında heç gəlmir. Arada gəlir, həftədə bir dəfə, 2 dəfə gəlir. Yağış yağında məhsul gəlmir. Məhsul qıt olanda baha alırıq, məcburuq baha sataq. Məhsul bol olanda ucuz olur. Yağış yağanda qiymətlər fərqli olur. 50 qəpik, 60 qəpik fərq edir də yerində. Fermerin məhsulu batdığı üçün Bakıya məhsul az gəlir və ona görə də qiymətlər avtomatik olaraq qalxır. Yarın qiyməti 1 manat 80 qəpikdir. Bugünkü qiymət bir balaca bahadır. Yağıntıya görədir. Yağıntı olmayanda gəlir 7 ton, 8 ton, 5, ən aşağısı 5 ton gəlir. İndi 3 ton vurdurmuşam biraz az çıxdığına görə. Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyir ki, çiçəkləmə dövründə yağıntı düşdükdə tozlanma prosesi pozulur və nəticədə meyvə əmələ gəlmir. Bu da məhsulun azalmasına səbəb olur. Hər çiçəyin üstünə bir damcı su düşdüsə, həmin çiçəkdən meyvə əmələ gəlmir. Yəni tozlanma prosesi pozulur və həmin çiçəyin meyvəsi əmələ gəlmir. Bu da məhsuldarlığa təsir edir. Yağış davamlı olaraq 2 gün, 3 gün davam edirsə, bu məhsuldarlığa çox ciddi təsir edir. Ötən ildə biz bunu müşahidə elədik. Qeyri-sabit, əlverişsiz hava şəraiti davam eləsə, elə bilin ki, ötən ilki il təkrarlanacaq. Mütəxəssislər bildirir ki, kənd təsərrüfatında itkilərin qarşısını almaq üçün infrastruktur və drenaj sistemləri təkmilləşdirilməlidir. Günəş Rızayeva, Diana Cəlali, Nadir Cəlilov, Space xəbər.